danışma. PUBG-də son 3 nəfər qalıb. Zonadayam. Skys'lə birini vurdum, indi chicken dinner alacağam. Nənə, sən pensiya alırsan? Yox bala, mən öləndə alacağam. Hələ tezdir, 60 yaş nədir ki? Bu formada videolar hazırlamaq istəyirsinizsə, sadəcə diqqətlə baxın. Bəli, ilkin olaraq Google One özəlliyinə 1 aylıq abunə olmalıyıq. Abunə olarkən nəzərinizdə saxlayın ki, bu bizə 1 aylıq pulsuz verilir. Yəni narahat olmayın. Siz sadəcə kartınıza əlavə edəcəksiniz və 1 aylıq abunə olmuş olacaqsınız. Tamamilə də pulsuzdur. Gəlin elə bunu da sürətli şəkildə göstərim. Gördüyünüz kimi Google-a daxil oluruq və buraya VO3 olaraq yazırıq. VO3 yazdıqdan sonra baxın gördüyünüz kimi gəldi. Siz buradan Gemini yazılanı seçirsiniz. Yəni ilkin çıxanı seçirsiniz və gördüyünüz kimi burada sizi özü yönləndirəcək. Baxın burada hamısı qeyd olunur. Çətinlik çəksəz əgər buradan türkcə dilinə çevir deyərək baxa bilərsiniz. Baxın gördüyünüz kimi açıldı. Bizə burada baxın özgür yazılan yox, Google AI Pro yazılan lazımdır. Yəni diqqətlə baxın. Əgər buradan özgürü alsanız 1 aylıq, burada sizə lazım olan özəlliklər işləməyəcək. Başlayın deyirsiniz və buradan yenidən qeyd edirəm, tamamilə pulsuzdur. 1 ay sizə burada pulsuz verir. Siz burada Google Pro-yu edinin deyirsiniz və buradan qəbul edirsiniz. Daha sonra kart məlumatlarınızı yazırsınız. Yəni kartınızın kodunu, CVV-sini və ay və ili tam şəkildə qeyd edirsiniz. Baxın gördüyünüz kimi burada gəlin. Narahat olmayın, bu heç bir pul falan çəkməyəcək. Lap arxayın olmaq istəyirsinizsə, tam güvənmirsinizsə, boş bir kartla da edə bilərsiniz. Yenə mən deyirəm, heç bir pul falan çəkməyəcək. Burada 1 aylıq sizə pulsuz hədiyyə verir. Bunu aktiv etdikdən sonra qalanı rahatla gəlin indi onları göstərim mən sizə. Bəli, əlavə olaraq bir şey deyim ki, nəzərinizdə saxlayın ki, Flow özəlliyi Azərbaycanda dəstəklənmir. Baxın yazır ki, henüz ölkənizdə kullanılmıyor. Onun üçün də biz bunu Gemini vasitəsilə edəcəyik. Eyni şeydir, narahat olma. Çox səliqəli, keyfiyyətli video hazırlayıb. Eynən Flow kimi bir şeydir. Gəlin elə bunu da göstərim. Bunu nəzərinizdə saxlayın ki, Flow özəlliyi Azərbaycanda işləmədiyinə görə Gemini daxilində də VO3 funksiyası da işləmir. Yəni VO2 ilə işləyir. Bunun üçün də siz kompüteriniza və yaxud da Android telefonunuza bir güvənilir VPN yükləməlisiniz. Baxın mən də Google Chrome üçün bir VPN yükləməyi burada göstərirəm. Baxın bu VPN-i yükləsəz sizə bəsidir. Əsas odur ki, içində Amerika Birləşmiş Ştatları olsun və onu aktiv edib işlətmək olsun. Telefonda və ya kompüterdə bunu aktiv edirsiniz. Baxın gördüyünüz kimi ən başda mən bunu aktiv etdim. Daha sonra bundan sonraki prosesləri edəcəyik. Bəli, VPN-i tam şəkildə aktiv etdikdən sonra yenə adi bir şəkildə Google Chrome-a yazırsınız ki, Gemini. Gemini yazdıqdan sonra enter deyirsiniz və hesabınızla giriş edirsiniz. Baxın gördüyünüz kimi mərhaba Natiq deyir və məni burada salamlayır. Burada sadə bir şəkildə mən sizə bu videonun açıqlama bölümündə bir PDF faylı verəcəm. Həmin PDF faylını yükləyirsiniz və Gemini-yə əlavə edirsiniz. Gəlin elə onu da göstərim. Sadə bir şeydir. Tutacaqsınız, çəkib atacaqsınız Gemini-nin içinə. Baxın mən də buradan ana ekrana qoyduğum PDF faylını yükləyirəm. Baxın buradan aç deyirəm, avtomatik olaraq açıldı. Sadəcə siz bunu göndərməzdən əvvəl altına yazmalısınız ki, VO3 ilə hazırlanan videolarda bu promptdan istifadə et. Yəni burada olan qaydalardan istifadə et. Belə bir söz yazıb ona göndərirsiniz. Gəlin biz də yazaq və necə yazmaq lazımdır bunu mən sizə öyrədim. Bəli, gördüyünüz kimi burada yazdım. VO3-də prompt hazırlayarkən bu kılavuz şərtlərindən istifadə et dedim və buradan göndərirəm. Göndərdiyinizdə baxın deyək 1 saniyə bekləyin. Gözlədikdən sonra indi sizə özü yazacaqdır ki, bəli, bundan istifadə edəcəm. Baxın gördüyünüz kimi bu formada mərhələ-mərhələ, yəni başlıqlar qoya-qoya yazdısa, deməli bunu tətbiq elədi və sizin atdığınız PDF-ə diqqətlə baxıb onu analiz edərək sizin promptunuzu buna görə yazacaqdır. Gəlin elə yoxlamaq üçün də bir ingiliscə prompt yazdıraq. Görək bunu necə yazacaq. Sadə bir şəkildə Azərbaycanca yazın. Misal üçün bir insandır, kompüterin qarşısında video montaj edir. Belə bir şey yazın. Deyin ki, buna uyğun bir prompt hazırla. Özü burada hazırlayacaq. Gəlin elə nümunə olaraq biz də hazırlayaq. Bəli, baxın gördüyünüz kimi burada yazdım ki, promptu belə yaz. Əskərdir və top atıb düşməni yox edir. Daha sonra buraya baxaraq yaşa Azərbaycan deyir. Yəni dialoq yaşa Azərbaycan olsun. Tam şəkildə belə yazırsınız. Elə başa salın ki, yəni qarşınızdakının süni intellekt olduğunu bilin və hər şeyi çox detallı və səliqəli şəkildə başa düşün. Qəliz sözlər yazmayın ki, rahat başa düşsün. Göndərə buradan atacaqsınız və promptu buradan sizin üçün yazacaq. Gördüyünüz kimi burada hazırlayır. Baxın diqqətlə baxın görün burada nə yazdığına. Sizin cümləniz, dialoqunuz içində keçirsə, bu deməli doğrudur. Tam əmin və arxayın olmaq istəyirsə, bunun yazdığı cümləni bu formada seçib Google Translate-ə yerləşdirə bilərsiniz. Baxın gördüyünüz kimi kopyala dedim və gəlib buradan Google Translate-i açıram. Baxın Google Translate-i aktiv etdim ingiliscə və Azərbaycan dilində. İngiliscə sözü burada Azərbaycan dilinə çevirəcək. Baxın buradan rahat bir şəkildə yerləşdirirəm və görək bizə nə deyir. Gördüyünüz kimi mən yaxşı ki bunu burada Google Translate-ə yerləşdirmişəm. Çünki burada deyir ki, mən bu formada bir məzmunu hazırlamaq üçün prompt yaza bilmərəm, amma başqa bir şey
istəsəz onu yaza bilərəm. Gəlin biz bundan başqa bir şey istəyək, onu yazsın bizim üçün. Bəli, baxın yeni promptu bu formada yazım. Əsgərlər əllərində silah tutub havaya qaldıraraq yaşa Azərbaycan desinlər. Yəni dialoqumuz yaşasın Azərbaycan olsun deyərək burada qeyd etdim. Görək indi bunu düzgün yazacaq yoxsa yox. Bəli, bunun dərdini başa düşdüm. Yəni burada biz ona başqa formada başa saldıq deyə çətinlik çəkdi. Burada qeyd edin ki, mənim üçün prompt yazın. Bu zaman çətinliyi başa düşəcək və orada sizin üçün prompt yazmağa başlayacaq. Mən həmin sözü yazdıqdan sonra mənim üçün prompt yazdı. Bunu kopyalayıb Google Translate-ə yerləşdirdiyimdə gördüyünüz kimi burada çıxdı. Ənənəvi Azərbaycan geyimində olan bir qrup insanlar, yəni bu formada tam şəkildə yazıb ən aşağıda baxın. Aşağıdakı dialoq küçədir, yaşa Azərbaycan. Yəni hamısını burada qeyd edib diqqətlə Google Translate-ə baxsanız nə dediyini başa düşəcəksiniz. Gəlin elə biz bunu kopyalayaq və az öncə qeyd etdiyim kimi Gemini-in VO3 versiyasına yerləşdirək. Bəli, gördüyünüz kimi burada kopyaladım və daha sonra yeni səhifədə yeni bir Gemini aktiv edirəm ki, çünki burada başqa şeylər söhbət etmişik, qarışdıra bilər və yaxud da səhifəni F5 edərək yeniləyə bilərsiniz. Yenisini açdım. Burada sağ tərəfdə diqqətlə baxın. Hesabınızın yanında Pro işarəsi olmalıdır və kənarları bu formada rəngli, göy qurşağı rəngləri olmalıdır və hesabınızı seçərkən diqqət edin, başqa hesabı özü avtomatik seçə bilər. Burada video düyməsini bu formada aktiv edirsiniz və burada ingiliscə sözlər yazılmalıdır ki, yəni VO3 aktivdir. Burada sözünüzü və yaxud da promptunuzu əlavə edərək buna görə hazırlaya bilərsiniz və burada video düyməsinin üstünə də gətirdiyinizdə VO3 ilə hazırlayacaq deyə bir söz çıxmalıdır. Bunu aktiv etdikdən sonra baxın az öncə digər Gemini-dən kopyaladığım ingiliscə mətni, yəni üstdəkilərə ehtiyac yoxdur. Əsas ana mətni kopyalayıb gətirib yerləşdirirsiniz bura. Baxın Ctrl+V dedim və avtomatik olaraq həmin mətni gətirdi. Yenidən qeyd edirəm, diqqət edin. Əsas ana mətni seçin. Üstdəki Gemini-nin dediyi sözlərə ehtiyac yoxdur. Sizə bu lazımdır. Elə buradan enter deyirəm. Bu formada bir şey gələcək. Görək bizim üçün video hazırlamağa başlayacaq yoxsa yox. Baxın 1 saniyə bekləyin deyir və gördüyünüz kimi bəli, uğurla nəticələndi. Videonuz ürətiliyor deyir və hətta belə deyir ki, 1-2 dəqiqə vaxt apara bilər. Siz 1-2 dəqiqə gözləyirsiniz. Görək bizim üçün nə cür video hazırlayacaq, səsi olacaq yoxsa yox. Buna diqqət edirik və nəzərinizdə saxlayın ki, əgər az öncə qeyd etdiyim kimi buradakı VPN-i aktiv etməsəz, videonun daxilində olan səslər olmayacaq. Yəni VO2 ilə ürətəcək videoları bu da sizin üçün problem yaradacaq. Onun üçün də hesabınızı aldıqdan sonra, yəni Pro üyəsi olduqdan sonra ən başda mütləq VPN-i aktiv edin, yoxsa elədiyiniz əziyyət hamısı boşa gedəcək. Bu videonu düzəltdiyi zaman mən bir şey də deyim ki, sizə burada Pro üyəliyi aldıqdan sonra, yəni 1 aylıq Pro üyəliyi olduqdan sonra nəzərinizdə saxlayın ki, 5 dənə video hazırlaya bilərsiniz. Yəni 1 ay boyunca hər gün 5 dənə video hazırlama şansınız var. Bundan da istifadə edə bilərsiniz. Əlavə olaraq da Pro üyəsi olduğunuz zaman əlavə hər cürə funksiyalar açılır. Yəni altda özünüz görürsüz. Normal Gemini-da bu funksiyalar yoxdur. Yəni bunu da nəzərinizdə saxlayın. Gemini Pro-nu ətraflı internetdən araşdırıb məlumat ala bilərsiniz. Lap heç internetdən araşdırmağa ehtiyac yoxdur. Elə Gemini-nin özünə yazın ki, Gemini Pro bizə hansı üstünlükləri təqdim edir, yazaraq məlumat ala bilərsiniz. Biz indi bunun videonu hazırlamasını gözləyək və görək nə cür bir şey hazırlayacaq bizim üçün. Bəli, gördüyünüz kimi bizim üçün videonu hazırladı. Gəlin baxaq görək necə bir şey hazırlayıb. Baxın, buradan da videonu başladırıq. Today we celebrate unity and hope for our beautiful country. Bəli, gördüyünüz kimi videomuzu burada hazırladı. Düzdür, mən orada əsgərlər falan demişdim. Əllərində Azərbaycan bayrağı və yaxud da yaşa Azərbaycan sözlərini falan işlətmişdim. Düzdür, burada çeviri vasitəsilə bunu dəyişdirə bilərsiniz. Siz bunu özünüz istədiyiniz kimi ayarlaya bilərsiniz. Yazdığınız cümlənin genişliyinə və rahat başa düşürlülüyünə baxır. Ona görə də mən sizə qeyd edirəm ki, burada yazdığınız sözün çevrilmə formasına baxın, ona uyğun yazın. Düzdür, heç bir ziyanı yoxdur. Əsas odur ki, bizim üçün burada video hazırlayıb. Mən əsgər demişdim, bunlar bir qrup insan yazmışdı. Ona görə belə oldu. Heç bir ziyanı yoxdur. Əsas odur ki, qaydasını öyrəndik. Bu formada siz də hazırlaya bilərsiniz. Nəysə, videomuz bu formada idi. İnşallah bunun kimi videolarımızın davamı gələcək. Belə süni intellektlərə falan özəl videolar istəyirsə, aşağıda kommentlər bölümündə yaza bilərsiniz. Bizə dəstək olmaq istəyirsə, aşağıdan kanala abunə olub videomuza like ata bilərsiniz. Sağda, solda sizin diqqətinizi çəkə biləcək videolar çıxdı. Onlara da baxmağınızı tövsiyə edirəm. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.